Cənab vəzir, Züleyxa xanım sizi hüzuruna çağırır. Gedək. Salam olsun Züleyxa xanıma. Salam olsun bizim cavan və gözəl vəzirimizə. Yüzarsif, hələ də baxışlarını bizdən əsirgəyirsən. Səni yenə bu otağa öz istəyimi təkrarən bildirmək üçün çağırmışam. Bunu məndən istəməyin. Səbəbi sizə məlumdur. Hələ də məndən küskün və inciklisən. Dünənkinə görə səndən üzr istəyirəm. Mən heç vaxt günah eləmərəm. Siz arzunuza çatmayacaqsınız. Özün də bilirsən ki, Züleyxaya yox sözü yaddır. Mən səni sevirəm. Və sənə qovuşanadək əlimdən gələni əsirgəməyəcəyəm. Məni cəhənnəm oduna atana qədər. Cəhənnəm oduna yox. Yalnız zindana. Bunu etməyə məcburam. Bəsdirin xanım. Məni və özünüzü dilə dişə salmamış əl çəkin. Cənab Putifar bizə pislik eləmədi. Onun heysiyyəti ilə bundan artıq oynamayın. Səni buraya nəsihət eləmək üçün çağırmamışam. Görünür, itaət eləyənə oxşamırsan. Lap yaxşı. Gedə bilərsən. Amma bil ki, bundan sonra Züleyxa sinəsində qəlbinin əvəzinə bir parça daş qoyacaq. Get. Bu saray mənim üçün zindandan da betər olub. Daima məni yeni bir hiylə gözləyir. Daima yeni bir töhmət və iftira atılacağından qorxuram. Onsuz da Züleyxanın əmrinə itaət eləmək fikrin yoxdur. Onda buradan qaç. Mən də sənə kömək eləyərəm. Əgər qaçsam, bütün böhtanları qəbul eləmiş olaram. Yaxşı, onda hökmdar Amonhotepin yanına get. O mütləq sənə kömək eləyər. Niyə Amonhotep? Şübhəsiz mənim Allahım ondan daha qüdrətlidir. Hər an halıma nəzarət eləyir. Cənab Putifarın dəlindən bir iş gəlməz? O Züleyxanın müqəssir olduğunu bildikdə nəsə eləməyi bacardı mı? Bir iş görməliyik. Onlar zindanla hədəliyirlər. Gecə olmamış bir iş görmək lazımdır. Mən zindanı qadınların mənə təklif elədiyi günahdan daha üstün tuturam. Mən qadir və qahir Allaha pənah aparıb səbr etməyi qərara alaraq vaqe olacaq hadisəni və Allahın mənə rəva bildiyini gözləyirəm. Əl uzatmadığım yol qalmayıb. Ürəyimdən çıxarmadığım sirrim qalmayıb. Dilə gətirmədiyim ehtiyacım qalmayıb. Açılmamış pərdələrim qalmayıb. Çəkdiyim naz qalmayıb. Sən de neyniyim? Hətta köhnə düşmənim olan kübar, zadəgan xanımlar belə
çıxış yolunu zindanda görürlər. Misirin Əşrəfzadə xanımlarının sizinlə dərdi eyni olduğu üçün dərmanı da eyni olacaq. Mən də zindanı məsləhət görürəm. Lap yaxşı. Mən bunu eləyərəm. Bugündən Yüzar Sif Züleyxanın o bir üzünü görəcək. Züleyxanın eşqdən parıldayan çöhrəsi qara və nifrətli bir üzə çevriləcək. Cənab, bu hökmdar Amonhotepin xüsusi süfrədarı Apupisdir. Tanrılar səni hifz eləsin. O Amonun həqiqi ardıcıllarındandır. Mən həmişə onu Amunla dərdləşərkən, ona yalvararkən görmüşəm. Bu günlərdə Tanrımız Amun çox qəmgindir. Neçə müddətdir ki, bir neçə dəstə onun əleyhinə iş aparır, onu məhv eləməyə çalışırlar. Ardıcıllarından bəziləri onu yaddan çıxararaq onu himayə eləməkdən əl çəkirlər. Amma mən hələ də elələrini tanıyıram ki, bütün varlıqları ilə Amuna sitayiş edirlər. Belələrinin də sayı az deyil, cənab. Mən qorxuram ki, məbadə yerdə qalan həmin bu dəstədə pərakəndə düşə. Təəssüflər olsun ki, bütün xəbərləri cəmaata çatdırmaq olmur. Çünki bəzən onlar çox məyus edicidir. Düzdür, cənab Keybuni Amonhotep və Putifar barədə mənə bəzi sözlər deyib. Lakin onlara inanmaq çox çətindir. Əvvəlcə biz də inana bilmirdik. Amma indi xəbər tutmuşuq ki, 3-cü Amonhotep məbədə hücum çəkib, Amonu və tərəfdarlarını məhv eləmək üçün Putifara qoşun hazırlamasını əmr eləyib. Cənab, sizdən nə gizlədim? Mən də hiss eləmişəm ki, hökmdar Amonhotepin məbədin kahinlərindən o qədər də xoşu gəlmir. Amma Amonun düşməni olmasına inana bilmirəm. Axı onun məqamı tanrılıq məqamına bərabərdir. O özü tanrının övladıdır. Bizi yandıran da budur. Bu onun günahını daha da ağırlaşdırır. O tanrılara xadimlik eləmək əvəzinə utanmaz olaraq xainlik eləyir. Əgər kafir və imanını itirmiş Putifarın vasitəsilə məbədə basqın eləməyə nail olsa, onda həm Amonu, həm də tərəfdarlarını məhv eləyəcək. Onda nəsə eləmək lazımdır. Bir iş görmək lazımdır. Bəs niyə möhtərəm Alixmahu Amonhoteplə açıq mübarizəyə göstəriş vermir? Bu halda məbədin kahinləri və onlarla birgə minlərlə günahsız adam öldürülməzmi? Yox, mən bu cür cinayətə mürtəkib ola bilmərəm. Bəs neyniyək? Əlimizi əlimizin üstünə qoyub oturmaq olmaz. Mən düşünürəm ki, Amunu müdafiə eləmək və günahsız adamların mənasız qətlinin qarşısını almaq üçün bu qırğının əsl səbəbkarını məhv eləmək lazımdır. Birincisi Amonhotep, ikincisi Putifar. Bizə elə bir hünərli adam lazımdır ki, bu mühüm işi həyata keçirməklə Amonun böyük sevincinə səbəb olsun. Yox, bacarmaram. Mən bacarmaram, cənab. Mən tanrını öldürə bilmərəm. Onun tanrılıq məqamı var. Yox, heç vaxt belə şey eləyə bilmərəm. Əlimdən gəlməz. Sən özün bilirsən ki, mən Amonun bütün məbədlərinin böyüyəm. Mən də tanrılıq məqamına malikəm. Sənə sual verirəm. Tanrılardan olan birinin günahı adi adamın günahından ağır deyilmi? İkincisi, sən bu müqəddəs əməlinlə həm böyük Amonu, həm də minlərlə günahsız insanı fəlakətə uğramaqdan xilas edirsən. Bəs mənim canım necə olsun? Arvadım və uşaqlarım necə olacaq? Səni və ailəni heç bir xətər gözləmir.
Görəcəyin iş çox asandır. Qaydasını mən indi sənə deyəcəyəm. Axı sən nəyə görə adi bir süfrə bəzəyən kimi qalmaq istəyirsən? Nə üçün xəzinədar ya da Misirin əkinçiliyinin rəisi olmayasan? Mən xəzinədar? Misirin əkinçilik rəisi? Üstəlik ömrünün sonuna kimi səni hər cür zəhmətdən qutaran yüzlərlə qızıl sikkə. Demək, neçə qızıl sikkə buyurdunuz? 1000 sikkə kifayətdir. 2000 sikkə. Axı bilirsiniz, mənim sarayda bir dostum var. Gərək onu özümə köməkçi götürüm. Əgər 2000 sikkə olsa... Eybi yoxdur. Gərək böyük Amunun sərvətindən onu qorumaq üçün istifadə olunsun. Cənab, əgər hər hansı bir səbəbə görə müvəffəq olmayıb ələ keçsək, onda arvadımın və uşaqlarımın taleyi necə olacaq? Əgər ələ keçmiş olsan, Keybuni ilə, mənimlə və məbədin digər böyükləri ilə əlaqən barədə bir söz deməsən, onda ailə üzvlərin Amunun pənahında olacaqlar. Amma əgər dilinə bir kəlmə belə gətirsən, ailənlə bərabər bütün qohumların Amunun lənətinə düçar olub, məhv olacaqlar. Cənab, Züleyxa xanım daxil olmaq istəyir. Bu Kənanlı qulam sizin əmrinizə zidd olaraq həmin gecəki macəranı aləmə yayıb. De görüm, indi nə hiylə qurmusan? Eşidirəm. Deyəsən bu şaiyənin bizi necə rüsvay elədiyindən xəbəriniz yoxdur. Hər yerdə, məclislərdə danışırlar ki, Misirin əzizi öz arvadını bir qulu ilə yaxınlıq elədiyini görsə də, özünü görməməzliyə vurub. Nə bir qandal, nə bir zəncir, hətta barmaq belə toxundurmayıb. Sən istəyirsən ki, mən günahsız adamı cəzalandırım? O heç də günahsız deyil. O sirrin üstünü açıb. Bir də ki, məqsədim yalnız tənbih və qısa müddətli cəzadır. Məsələn, nə cəza? Onu zindana salın. Şübhəsiz ki, onun həbs olunması Misirdəki boşboğazların da ağzını yumar. Cənab Putifarın qərarı nədir? Biraz düşünməyə ehtiyacım var. Sən get. Cavabını sonra verəcəm. Binarus, haradasan? Buradayım Apopis. Nə olub? Dostumun görüşünə gəlmişəm. Eybi var? Sən adətən bura nadir hallarda gəlirsən. Nəysə baş verib? Nə deyəcəyimi, hardan başlayacağımı bilmirəm. Bəzən adamın köhnə dosta ehtiyacı olur. Dərdləşməyə,
Köməkləşməyə ehtiyacı olur. Mən nə edə bilərəm ki? Bilirsən, Binarus, mən etiqadlı insanam. Tanrılara xəyanəti heç cür qəbul edə bilmərəm. Xüsusən də ulu tanrı Amuna. Bu işdə mən də sənin kimiyəm, Apopis. Kimsə Amuna hörmətsizlik eləyib? Hə, onu sən də tanıyırsan. Dəfələrlə onun Amuna hörmətsizlik elədiyini görmüşük. Məncə başa düşdüm, dostum. Əmir Amonhotepi nəzərdə tutursan? Dəfələrlə onun böyük Amuna qarşı hörmətsizlik elədiyinin şahidi olmuşuq. Nə etmək olar? Hər halda o hökmdardır. Və biz də susmağa məcburuq. Kaş ki, təkcə hörmətsizlik eləyəydi. İndi də istəyir ki, Amuna qarşı qiyam eləyib, ona istayiş eləyənlərin də dincliyini pozsun. Tanrılar rəhm eləsin. Əgər doğru olsa, böyük bir müharibə başlanacaq. Minlərlə adam öldürüləcək. Əgər sən bu qırğına mane olub, böyük Amunu və kahinləri bəladan qutara bilsəydin, bunu eləyərdin? Əlbəttə. Amma müharibənin qarşısını almaq bizim kimlərin əlində deyil. Düzdür, qardaş qırğınının qarşısını ala bilməzsən. Amma döyüş əmrinin verilməsinə mane ola bilərsən. Qulaq as, fikrini daha aydın izah elə. Axı biz Amonhotepin döyüş əmri verməsinə necə mane ola bilərik? Neçə vaxt elə bu haqda fikirləşirəm. Çıxış yolu tapmaq üçün sənin yanına gəlmişəm. Çıxış yolu. Məsələn, hansı üsulla? Nədir, mən gedib Amonhotepin ağzını tutum ki, döyüş əmri verməsin? Düzdür, Amonhotepin ağzını tutmaq olmaz, amma həmişəlik yummaq olar. Tanrılara and olsun ki, mən... Axmaqlıq eləmə, bəsdir. Nə danışdığını bilirsən? Ağlını itirmirsən, nədir? Dəli olmuşsan, yoxsa canından bezmirsən, axmaq. Binarus, məyər sən indicə Amonun Sigotuna, Tibs şəhərinin cəmaatının qırılmasına mane olmaq istədiyini demədin, hə? Dedim, amma bu çıxış yolu deyil. Amonhotepin özü tanrılıq məqamındadır. Məyər onu öldürmək olar? Yox, Amonhotepin tanrılıq məqamı yoxmuş. Tanrılardan olsaydı Amonun və tanrıların əleyhinə qalxmazdı. Bu cür bir işi görmək üçün ciddi düşünməyə ehtiyac var. Belə bir işə hazırlıqsız başlamaq olmaz. Sənin fikrincə Amonhotepi bu qədər qüdrətli mühafizəçilərin və əskərlərin yanında belə asanlıqla necə aradan götürmək olar? Niyə olmur? Bunun çarəsi zəhərdir. Nə qoşuna ehtiyac olar, nə də qol gücünə. Mən heç bir tanrının əleyhinə çıxa bilmərəm. Əgər sənin dediyin kimi Amonhotep tanrılardan biridirsə, onun cəzası daha ağır olmalıdır. Mənə elə gəlir ki, bir tanrının məhv olması bütün başqa tanrıların və üstəlik bir şəhərin minlərlə əhalisinin məhv olmasından daha yaxşı olar. Mən düşünürəm ki, çox düşünmək lazımdır. Gərək düşünək, daşınaq. Tələsmək aqillərin işi deyil. Vaxt azdır. Əgər günü sabah Amonhotep qoşuna məbədə hücum eləmək əmri versə, onda bilirsən necə faciə yaranar? Onda deməli sabahacan fürsət var. Qoy heç olmasa bu gecə düşünüm. Mən sabah yenə gələcəm. Əgər sən bir iş görməsən, özüm təklikdə bu böyük faciənin qarşısını alacam. Sənə isə susmaq qalır. Sən təkcə sus, hə? Sus. Belə bu. Əgər müvəffəq olmasaq necə? Axı Amonhotep tanrıların övladlarındandır. Birdən sirrimizdən xəbərdar olsa nə olacaq? Tutaq ki, müvəffəq olduq. Onda Putifar və Misirin əskərləri bizi sağ buraxarlarmı?
övladlarımızın, arvadlarımızın başına nə gələr? Birdən Apupis bu işi tək görmək qərarına gələrsə, mənə bu günahda özünə şərik bildirərsə, onda mən neyniyərəm? Bilmirəm. Neynəmək lazımdır? Axı mən neyniyim? Binarus! Kimdir? Nə istəyirsən? Hökmüdar Amunhotep şərab istəyir. Oldu. İndi gətirərəm. Cənab Yüzarsif, cənab Putifar sizi görmək istəyir. Nə olub ki? Məyər birinci dəfədir ki, cənab Putifar məni yanına çağırır? Sizinlə Züleyxa xanımın macərasından sonra birinci dəfədir. Yəqin ki, mühüm bir məsələdir. Narahat olmayın. Uca Allahın varlığına söykəndiyimə görə heç nədən qorxmuram. Sənə dedim axı, həmin gecəki macəranı unut və heç yerdə danışma. Yuzarsif nankör deyil. Özünü sizə borclu bilir. Və sizin abır həyanıza qarşı heç vaxt laqeyd ola bilməz. Demisən, yoxsa yox. Bilirsiniz ki, mən belə iş görmərəm. Bəs bütün şəhər necə xəbər tutub? Bilmirəm, orada olan təkcə mən deyildim. Bilirəm ki, bəhanə axtarıram. Səninlə neyniyəcəyimi bilmirəm. Səni həm dost bilirəm, həm də düşmən. Elə mən də çox narahatam. Bu böyüklükdə və gözəllikdə saray mənim üçün dar və qaranlıq olub. Qadınların və saray sakinlərinin tikanlı sözlərinə dözümüm qalmayıb. Züleyxa məndən səni zindana atmağımı istəyib. Yaxşı. Bəs sən buna nə deyirsən? İstəmədən, bilmədən haqqımda yaxşılıq eləmiş olub. Nə demək istədiyini anlaya bilmirəm. Mənim həbs olunmağım bədxahların kinayəli və acı sözlərinə son qoyacaq. Həm də Züleyxa xanımın unutması üçün şərait yaradacaq. Kahinlər haqqınızda qərib bir yadelliyi ilə eyni düşüncədə olma ithamından əl çəkəcəklər. Mənim də Misir qadınlarının toruna düşməkdən canım qutarar. Sən həqiqətən zindanı azadlıqdan üstün tutursan? Heç kəs zindanı sevmir. Lakin başqa çarə yoxdur. İndi yeganə qurtuluş yolu zindandır. Gərək Amunhotepin sarayına gedim. Sənin barəndəki qərarsa sonraya qalsın. De ki, arabanı hazırlasınlar. Binarus, sənə nə olub? Rəngin qaçıb. Yox, cənab, yox, heç nə yoxdur. Mən lap yaxşıyam. Apupis, Binarusa nə olub?
Əhvalı heç xoşuma gəlmir. Heç nə olmayıb əla həzrət. Adi bir yorğunluqdur. Siz təamınıza meyl eləməyə buyurun. Buyurun. Əl saxlayın, cənab. Bu yeməkdən yeməyin. Zəhərlidir. Alçaq xain. Sən gətirdiyin şərab zəhərlidir, mənim hazırladığım yemək yox. Alim hop! Bəli, Ali cənab. Bu iki xaini həbs eləyin. Yox, cənab. Cənab, rəhm eləyin. Rəhm eləyin, Rəhm eləyin, cənab. Tiyə xanım, kömək eləyin. Xahiş eləyirəm, Tiyə xanım. Rəhm eləyin. Cənab. Dayanın. Səbr eləyin. Deyin görüm bu nə məsələdir? Cənab, bu xainin sizi öldürmək fikri var idi. O sizin şərabınıza zəhər töküb. O yalan deyir, hökümdar. Mənə şəraba qatmaq üçün zəhər o vermişdi. Lap yaxşı. Hər ikiniz yeməkdən və şərabdan dadın. Yoxsa başlarınızdan kasa düzəltdirib, onlardan şərab içəcəm. Mən sizin şərabınıza zəhər tökməmişəm, cənab. Arxayın olun. Sənin növbəndə. Yeməyin dadına bax. Bax deyirəm. Gördün bir narus şərabı başına necə çəkdi? Tez ol! Cənab. Yox, cənab, mən qələt eləmişəm, pis iş görmüşəm. Məni bağışlayın. Sizi tanrılara and verirəm, məni bağışlayın. Cəhənnəm olun! Cənab, yox. Cənab, bizi bağışlayın, cənab. Bizi bağışlayın. Xanım, sizə bir söz deyin. Bağışlayın bizi, cənab. Bağışlayın bizi. Bağışlayın bizi, cənab. Cənab, bağışlayın bizi. Xəyanət, xəyanət. Öz sarayımızda bizə qarşı suiqəst olunur. Onların boyunlarını vurun. Gərək xəyanətkarlar öz cəzalarına çatsınlar. Tanrının əmrinə itaət olunmalıdır. Təklif eləyirəm ki, əl saxlayasız. Əl saxlayım? Sən onlara fürsət verirsən? Yox, cənab. Gərək belə halda dözümlü olaq. Təklif eləyirəm ki, onların həmkarlarına aşkar eləyənəcən səbirli olasınız. Əla həzrət, şübhəsiz onlar hardansa göstəriş alıblar. Bu öz başına olan iş deyil. Mən özüm şəxsən bu işi araşdıracam. Yaxşı. Ağızlarını arayıb mənə xəbər verin. Gözləyirəm. Yaxşı. Deyin görün bu əhvalat necə baş verdi?
Əvvəlcə sən de, Apopis. Səndən kim və ya kimlər istədi ki, Əla Həzrət Fironun və ailəsinin camına zəhər tökəsən? Heç kim. Mən özüm bunu qərarı aldım. Niyə? Hökümdar Amunhotep sənə nə pislik eləyib ki? Ona görə ki, eşitmişdim ki, cənab Amunhotep sizə deyib Amunun məbədinə hücum eləyib, Tanrı Amunu və məbədin kahinlərinin işini bir dəfəlik bitirəsiz. Eşitmisən? Nə vaxt və kimlə? Heç kimdən eşitməmişəm. Özüm eşitmişəm. Sarayın giriş qapısının qarşısında durmuşdum. Yalan deyirsən. Mən xüsusi olaraq giriş qapısına diqqət edirdim ki, kimsə sözümüzü eşitməsin. Lap yaxşı. Onsuz da həqiqəti deyəcəksən. Yaxşı. Sən danış. Mənim xəbərim yoxdur. Keçən gün Apopis mənə dedi ki, Amunhotep sizin vasitənizlə Amonu və Tibs şəhərinin məbədini aradan götürmək istəyir. O məndən istədi ki, Cənab Əla Həzrətin şərab qabına zəhər töküm. Amma mən tökmədim. Gördünüz ki, zəhəri də sizə təhvil verdim. Səninlə başqa kimsə əlaqə yaradıb? Yaxud Apopislə kiminsə görüşdüyünü görmüsənmi? Yox, görməmişəm. Mən Apopisdən başqa heç kimi görməmişəm. Onları burada tapa bilərlər. Ona görə də heç kimin tanıyıb bilməməsi üçün onların üzlərini örtüb təcili şəkildə Zavira zindanına aparın. Qara, ağ, azad, qul, qadın, kişi, hamı insandır. Hamısını bir xaliq yaradıb. Heç kəs digərindən üstün deyil. Təkcə insaniyyət və bəyənilmiş əxlaqına görə fərqlənirlər. Karyana adətən qulların arasına gəlmir. Yəqin ki, mühüm hadisə baş verir. Sizlə təklikdə söhbət eləyə bilərəm? Züleyxa xanım Putifarın yanına gedib ki, sizi zindana atmasını xahiş eləsin. Fürsət varkən özünüzə çarə qılın. Sizcə nə etməliyəm? Bircə gözünüzün ucu ilə ona baxsaz bəsdir. Onda hər şey düzələcək. Sənin dilinlə şeytan danışır. Şeytan siz qadınların qəlbində mənə qarşı kin toxumu əkib. Nə qədər ki şeytana itaat eləyəcəksiniz, bu vuruşma da davam eləyəcək. Mən heç vaxt sizə tabi olmayacağam. Əgər Allah onların şəhərini məndən uzaqlaşdırmasa, məni öz ismətinin kölgəsində qərar verməsə, aqibətimin necə olacağı məlum deyil. O nə deyirdi? Səndən nə istəyirdi, hə? İcazə ver nə istədiyini mən deyim. Yuzarsif ya gərək Züleyxa xanımı və Misrin qadınlarını seçə, ya da zindanı. Qadınlardan Allaha pənah aparıb zindanı seçəcəm. Zindanın əziyyəti nə qədər uzun olsa da, nəhayət sona çatar. Amma heç kim zinakarın cəhənnəmdən nə vaxt qutaracağını bilmir. Heç kim bilmir. Hansı cəhənnəm? Sən özünü zindana atırsan ki, bu yolla cəhənnəm odundan qorunasan? Hələ elə bir adam görməmişəm ki, gözəllərin üzünü zindanın möhnəti ilə dəyişə. Cənab Rudamun,
Nə olub, Rudamun? Qəmgin və pərişansan. Nəhayət, Putifar mənim həbsimə əmr verdi. Sən bayaq necə demişdin? Elə bir adam görməmişəm ki, zindanın möhnətini gözəllərlə oturub durmaqdan üstün tutsun. Gedək, Rudamon. Qaşqabağının düyününü aç, çünki Yuzarsif bu hadisədən qəmgin deyil. Gedək. Onu indi aparacaqlar. İndi qayıdıram. Nə hadisə baş verib? Axır ki, Züleyxa xanım öz bildiyini elədi. Yusarsifi zindana aparırlar. Mən hazıram. Sizin günahsız olduğunuzu bilirik. Sənin bu körpə şahidin düzgün qəzavət etdiyinə baxmayaraq, yenə məni zindana aparırlar. Mən onun razılığına razıyam. Bəlkə də belə olmalıdır. Ondan muğayyət ol. Sahibinə itaət eləməməyin nəticəsi budur. Əksinə, bütün sahiblərin sahibinə itaətkar olduğuma görə məşəqqətlərə mübtəla olmuşam. Allah öz sevdiyi kimsələrinə daha çox əzab verir. Bəs biz sizdən ayrılmağın əzabına necə dözək? Sən narahat olma. Zindan mənim üçün bir qurtuluşdur. Öz məbuduma şükür eləyirəm ki, məni bu saray zindanından xilas elədi.
Zindan rəisinin adı Keydamondur. O mənim dostlarımdır. Narahat olma. Mənim ən yaxın dostum da Zavira zindanındadır. Həmin Keydamonu yaradan dostum. Heç narahat olma. Yola düş. Tərpənin. Salam olsun cənab Horemhop'a. Minnətdaram. Cənab Horemhop özünü niyə zəhmətə salıb? Cənab Putifarın göstərişidir. Gərək şəxsən özüm gələydim. Dayanın. Pavə. Bu iki nəfər hökmdar Amunhatepin saqisi və süfrə bəzəyinidir. Binarus və Apupis. Bunlarla heç kim danışmamalıdır. Adlarını da heç kimə deməyin. Əgər kimsə onların haqqında bir şey soruşsa, o saat cənab Putifara xəbər verin. Bir də, onları o biri dustaqlardan ayrı saxlayın. Baş üstə cənab. Günahlarının nə olduğunu soruşa bilərəm? Amunhatepə və ailəsinə suiqəst eləmək istəyiblər.
Ola bilər ki, kimsə onları öldürmək istəsin. Son dərəcə diqqətli olun. Çalışın kimlikləri gizli qalsın. Baş üstə cənab. Bunları aparın. Tək nəfərlik zindana. Bu da zindanlıqdır? Bəli. Onu cənab Putifar göndərib. Cənab Rudamın buyurdu ki, sizin üçün göndərdiyi bu məhkumun şərafəti bütün insanlardan üstündür. Cənab Putifarın sarayının mühafizəçilərinin başçısı Rudamun? Bəli, elədir. Bu məhkumun adı Yüzar Sifdir. Cənab Putifarın sabiq müşaviri. Gedə bilərsən. Zindan sənin yerin deyil. Necə oldu ki, yolun bura düşdü? Öz sahibimə itaət eləmədiyimə görə. Eybi yox, burada itaət eləməyi öyrənərsən. Nə qədər baxıram, səni qula, köləyə oxşada bilmirəm. Məni məyus eləməyin. Yaxşı bəndə olacağıma ümid eləyirəm. Bu hələ axırda bilinəcək. Təhcə sənə bunu tapşırıram ki, Zavila zindanının məhbusları ilə dalaşmayasan. Qorxulu varlıqlarda. Onu ümumi zindana aparın. Boyunbağı və zinət əşyalarını alıb, ayağına zəncir bağlayın.